Salam dostlar, bugün 6-cı sinif təbiət iş dəftəri 1-ci hissə bölmə 5 üzrə ümumiləşdirici tapşırıqların izahını verəcəm. Səhifə 54 və 55. Gəlin birinci tapşırığa baxaq. Çərçivələrə uyğun maddələrin adını yazın. Birinci maddə hidrogendir, ikinci oksigen və bunlar birləşib su molekulunu əmələ gətirir. Tapşırıq 2. Termometrin göstəricilərini T1, T2 və T3 müqayisə edin. Birinci baxırıq ki, bu şəkildə termometri buzun içinə yerləşdiriblər. Buna görə də dərəcə aşağı olacaq termometrin dərəcəsi. İkinci şəkildə isə normal ilıq suya qoyublar. Üçüncü şəkildə isə artıq su qaynamağa başlayıb, yəni artıq o çox qaynardı deyə termometrin dərəcəsi çox göstərir. Bunu da belə müqayisə etmək olar. T3-ün dərəcəsi hamısından böyükdür. T2 və T1 belə olmalıdır. Üçüncü tapşırıq. Su üçün müəyyən edin. 0 dərəcədən aşağı temperaturda halı, su 0 dərəcədən aşağı temperaturda buza çevrilir. Ona görə də bərk yazırıq. 110 dərəcədə halı qaz halında olur. 25 dərəcədə halı isə maye haldadır. Molekulunda olan atom sayı görürük ki, 3 dənə atom var. Molekulunda olan müxtəlif atom sayı hidrogen və oksigen qazlarından təşkil olunduğuna görə 2 dənədir. Molekulunda olan atomlar hidrogen və oksigendir. Səhifə 55 tapşırıq 4. Azər içərisində maye olan 2 müxtəlif qab üçün bəzi ölçmələr aparıb cədvəldə qeyd etdi. A sualı. 1 və 2-ci qablarda olan maddələrin sıxlığını müqayisə edin. Əvvəlcə birinci qaba baxırıq. Qabın kütləsi ayrılıqda 200 qramdır. Qabın maye ilə birlikdə kütləsi 1200 qramdır. Qabda olan mayenin həcmi isə 1000 sm kubudur. Bunu tapmaq üçün isə mayenin kütləsini tapmaq üçün 1200-dən 200-ü çıxırıq. Tapırıq ki, mayenin kütləsi 1000-dir. 1000 qramdır. Burada sıxlığı da tapmaq üçün M bölünsün V düsturundan istifadə edirik. Yəni kütləni həcmə bölürük. 1000-i də 1000-ə böləndə elə 1 santim kubu qalır. Da onun sıxlığıdır. İkinci qabda isə boş qabın kütləsi 100 qram, qabın maye ilə birlikdə kütləsi 2100, mayenin həcmi isə 1000 santim kubudur. Burada da sıxlığı tapmaq üçün əvvəlcə suyun mayenin ayrılıqda kütləsini tapırıq. 2100-dən 100-ü çıxırıq, qalır 2000. Sonra isə 2000-i 1000-ə böləndə də qalır 2. Bu da ikinci qabdakı suyun sıxlığıdır. Birinci qabdakı maddənin sıxlığı 1 santim kubuydu deyə o ikinci qabdakı suyun sıxlığından az olur. B sualı. Birinci və ikinci qablarda olan maddələr eyni yoxsa müxtəlif maddələrdir? Fikrinizi əsaslandırın. Xeyr, bu maddələr müxtəlifdir, çünki eyni həcmdə olan mayələrin sıxlıqları fərqlidir. Tapşırıq 5. Uyğun sözləri boşluqlara yazaraq mətni tamamlayın. Qışda havalar soyuq olduğu üçün çaylar və göllər donur. Çünki havanın temperaturu 0 dərəcədən aşağı olur. Çaylardan və göllərdən fərqli olaraq qışda bir çox hallarda dəniz suyu donmur. Dəniz suyunda həll olmuş duzlar olduğu üçün onun donma temperaturu daha aşağı olur. Çaylar və göllər donduqda əmələ gələn buz suyun üzərində qalır. Çünki suyun sıxlığı buzun sıxlığından çoxdur. Yaz fəsli gəldikdə buzlar əriməyə başlayır. Bitkilər çiçək açır, onların xoş ətri gəlir və biz bunu difuziya hadisəsinə görə hiss edirik. Bugünkü dərsimizdən bu qədər dostlar, hələlik.